Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə MİQ imtahanında necə qeydiyyatdan keçmək lazımdır bu haqqda danışacağam. İstəsəz telefonla keçə bilərsiniz, istəsəz kompüterlə. Əgər telefonla keçəndə bir problem yaşadısa, kompüterlə keçin, o zaman o problemlər həll olacaq. Bəzən olur hansısa bir telefonlarda çətinlik yarana bilər. Bu normal haldır. Kompüterlə də telefonla da eyni prosesdir, eyni ardıcıllıqdır, heç bir fərqi yoxdur. Deməli, saytımızın adı mig.edu.az saytıdır. Sayta daxil olanda belə bir səhifə açılır. Siz keçən il MİQ-dən qeydiyyatdan keçmiş olsanız belə bu il yenə keçməlisiniz. Yəni hər il imtahan vermək üçün MİQ-in qeydiyyat formunu doldurmaq lazımdır. Bu vacib hissədir. Buna görə açandan sonra saytda qeydiyyatdan keçin düyməsi var. Buna toxunursunuz. Və burada digital login var. Mənim sizə məsləhətim odur ki, bunun üzərinə bir dəfə toxunandan sonra burada sizə versiyalar verir. Simanla, asan imzanla, nə bilim, başqa simanla, nə bilim, bir neçə versiyalar verir. Məsləhətim ən rahatı Simadır. Siman proqramına necə qeydiyyatdan keçmək lazımdırsa, bu videonun rəy bölməsinə birinci hissədə qeyd eləmişəm. Yəni onun qeydiyyatı ən rahat olanlardandır. Məsələn, digital login falan biraz 5 günə təsdiqlənir və s. belə problemlər olur bəzi müdavimlərdə. Sima ən tezi və ən rahatıdır. Yəni onu da yolun başa salmışam. Simanın üzərinə toxunursunuz. Bəli, toxunduq. Bu QR koddur. Bu kodu siz telefonunuzda Sima tətbiqini açırsınız, bunu açırsınız və orada aşağıda QR kod hissəsi var. Görürsünüz, bax burada aşağıda. Həmin o QR koda toxunursunuz. İndi bunu fokuslayaq, tam görünsün. Bəli. Bu hissəyə toxunacaqsınız və həmin o QR koda toxunandan sonra ekranda bir kamera açılacaq. Açıldı kamera. Kameranı gətirib bura diqqətli şəkildə oxudursunuz. Görürsünüz, oxuyan kimi sizdən təsdiq istəyir. Təsdiq edin. Təsdiq etdiniz. Barmaq izi istəyir. Barmaq izini qoyuruq. Və ondan sonra yenə təsdiq edin düyməsi gəlir. Yəni buradan icazə verməlisiniz ki, orada ekranda açılsın. Bax, təsdiq edin vuran kimi ekran açıldı. İndi ekranımızı parlaq eləyək, yaxşı görəsiniz. Aha, ekranda belə bir yazı gəlir və buradan da icazə ver düyməsinə toxunursunuz. Toxunduq icazə ver düyməsinə. Zəhmət olmasa gözləyin, gözlədik. Burada sizdən bir nömrə istəyir. Operator seçin və nömrəni qeyd edin. Sizin burada yazdığınız nömrə yəni yadınızdan çıxmasın və yaxud da bu nömrə istifadə olunan nömrə olsun ki, ora kod gələcək. Bura bir nömrə qeyd eləyək indi məsələn. Operatoru seçirik. Tutaq ki, belə bir operatoru seçdik. Nömrəni qeyd eləyirik. Və sizə 4 rəqəmli bir kod gələcək, şifrə gələcək. Əgər gəlməsə nömrəni dəyişin və yaxud da başqa bir nömrə əlavə edin ora ki, sizə həmin o 4 rəqəmli şifrə gəlmiş olsun. Vurandan sonra belə bir ekran açılır və gözləyirik şifrəmiz gəlsin. Aha, şifrəmiz gəldi. Şifrəmizi qeyd eləyirik və kodu təsdiqləyirik. Telefon nömrənizin düz olduğuna əmin olun. Gəldik bura. Müsabiqədə iştirak etmək istədiyiniz bölməni seçin. Yəni Azərbaycan bölməsi yoxsa Rus bölməsi. Hansı bölmə olduğunuzu qeyd edirsiniz. Bizdə indi məsələn Azərbaycan bölməsi isə yazırıq bura Azərbaycan bölməsi, açırıq bunu Azərbaycan bölməsi. Qeyd elədim. Əla. Sonra müsabiqədə iştirak etmək istədiyiniz fənni seçin. Bu da sizin öz ixtisas fənninizdir. İbtidai sinifsə ibtidai sinif seçin. Nə bilim, tarixsə tarixi, ingilis dili, fərq yoxdur. İstənilən birini seçə bilərsiniz. Tutaq ki, məsələn, informatika müəllimsiniz, yazılı informatika. Növbətini seçirik, seçdik. Burada şəkil indi YouTube belə deyək də üzərinə şəkil olan videolarda problem yaradır. Ona görə şəkil hissəsini örtürük. Şəkliniz, ad soyadınız, sizin bütün məlumatlarınız burada qeyd olunacaq. Yəni sizin qeydiyyatda olduğunuz ünvan bu avtomatik olaraq sistemdə olacaq. Bunu siz yazmırsınız. Bax, qeydiyyatda olan ünvanı siz qeyd etmirsiniz. Çünki o dövlət tərəfindən hər kəsin qeydiyyatda olduğu ünvan dövlətin bir sənədidir və o var. Biz nəyi qeyd edirik? Biz faktiki yaşadığımız rayonu. Bəzən sual verirlər, müəllim, mən istəyirəm rayonda işləyim, mən istəyirəm Bakıda işləyim. Baxın, bunun işləməyə aidiyyatı yoxdur əzizim. Bu yazacağınız faktiki yaşadığınız rayon sizin sadəcə imtahan verəcəyiniz məntəqəni təyin edir. Yəni harda yaşayırsınızsa onu qeyd edin ki, ora yaxın yerə düşəsiniz. Açırsınız burada bütün hər yer var. Abşeron, Ağcabədi, Ağdam. Bakını biraz tapmaq çətin olur bəzilərində. Bakı normalda burada verilməlidir bu hərflərlə. Bakı biraz aşağıda verilib. Yəni bəziləri Bakı əvəzinə Abşeron vurur. Düzdür, problem deyil ki, maksimum Sumqayıtda falan imtahan verəcəksən, amma Bakı var. Baxın, Zərdabdan sonra Bakı yazılıb burada. Bakını qeyd elədik. Bir daha deyirəm, müəllim, faktiki yaşadığı ünvanı yazmaq vacibdirmi? Harda imtahan vermək istəyirsinizsə, hansı ərazidə, o ərazini qeyd edirsiniz. Odur, başa düşdünüz? Bu sizin işləyəcəyiniz məktəb falan deyil. İşləyəcəyiniz məktəb balınızdan asılıdır. Nə bal yığsanız ona uyğun məktəbə düşəcəksiniz, yazacaqsınız. Yəni o bu deyil. Faktiki yaşadığı ünvanı qeyd edirsiniz, hansı rayonsa.
Məsələn, tutaq ki, nə bilim, yazdım Suraxanı rayonu, fərqi yoxdur, bir şey yazaq bura. Yazdıq. Suraxanı rayonu məsələn. E-mail ünvanı vacib deyil. Yəni hansında ki ulduz var, onlar vacibdir. Faktiki yaşadığı ünvanla rayon bunlar vacibdir. Digərlər vacib deyil. Növbəti düyməsini sıxırsınız, sıxdıq və belə bir ekran açılır. Bu ekranda birinci təhsil pilləsini seçin. Müəllim, mən universiteti bitirməmişəm. Nəyi seçim? Universiteti bitirəndən sonra nəyi seçməlisinizsə onu seçin. Yəni siz 4 illik təhsili bitirəcəksinizsə, yazın burada ali bakalavrat təhsili. Yox, 5 illiyi bitirəcəksinizsə 5 illik. Texnikum bitirmişsə, səhvəmizə orta ixtisas texnikumdur, texnikum yazacaqsınız. Bəzən 4-cü kursda deyir ki, müəllim, mən hələ bitirməmişəm, ortanı seçim. Xeyr, qəti surətdə siz ali bakalavr təhsilini seçməlisiniz. Bitirsəz də, bitirməsəz də. Onsuz da 4-cü kurs olduğunuzu onlar sistemdə görəcəklər. Biz ali bakalavr təhsilini seçdik və ixtisası seçirik. Bura çox önəmlidir. Diplomunuzda nə yazılıbsa onu seçin. Məsələn, burada gələk belə bir məsələyə. Məsələn, ibtidai sinif müəllimi də var, müəllimliyi də var. Yəni bu bilmirəm indi də problem ellər yoxsa yox. Əvvəlki illərdə problem kimi görünüb. Müdavimlərdə ciddi problem yaradıb ki, müəllim mən orada səhv seçdim, mənim nə bilim imtahan yerim açıqlanmadı falan. Belə problemlər olmasın deyə. Yəni bir dəfə keçdiyiniz, qeydiyyatdan keçdiyiniz bir şeydir. Açın diplomu, diqqətlə baxın. Müəllim diplom almamışamsa hara baxın? Gedin universitetə, tutordan soruşun ki, mənim diplomda nə yazılacaq? Amma dəqiq dönə-dönə tapşırın ki, yəni təcrübəli tutorçusu onsuz da biləcək o. Təcrübəsiz isə birdən səhv məlumat verməsin. İbtidai sinif müəllimidirmi, müəllimliyidirmi? Və yaxud da informatika müəllimidirmi, müəllimliyidirmi və s. İndi bir dənə ibtidai sinifdə belə problem var. Digərlərində elə bir problem görmürəm. Səhvəmizdə yuxarıda fizikada falan da var idi. Yenə deyirəm də burasını mən bildirdim. Bax, coğrafiya müəllimidir, müəllimliyidirmi? Bunu dəqiq, diqqətli şəkildə qeyd edin. Tutaq ki, coğrafiya müəllimliyidir, müəllimliyini vurdum. Təhsil aldığınız müəssisə açırsınız, hansı universitetdir, məsələn, bir seçək birinin, fərqi yoxdur. Vaxtımız getməsin. Nə seçək? Yaxşı, Bakı Dövlət seçək. Coğrafiya müəllimliyi var heç orada. Yaxşı, Bakı Dövlət seçək. Onsuz da bu formalite icabıdır. Türklər demişkən, bunu sadəcə sizə izah eləmək üçün doldururam. Mən Bakı Slavyan seçdim, yaxşı. Daxil olma ili, baxırsınız diplomunuzdan neçənci ildə daxil olmusunuz. Müəllim, mən diplomu 1 il gec aldım, kəsirim var idi və s. Normalda 4 il isə 4 il yazılır, 5 il isə 5 il yazılır. Yəni ixtisasınızın ili nə qədərsə. Amma indi 2 il gec qurtarmısınız və yaxud da 2014-də girib məsələn 18-də yox 20-də qurtarmısınızsa, onun ciddi önəmi olmadığını düşünürəm. Əvvəlki illərdə olmayıb. Yenə də ürəyiniz rahat olsun deyə mənə inanmayın. 146 qaynar xəttinə yığın, rəsmi olaraq oradan soruşun ki, mən məsələn universiteti kəsilmişdim, 3 il gec qurtarmışam. Necə eləyim? Onlar sizə dəqiq deyəcəklər. Mən bilən bir fərqi yoxdur. Çünki bunlar çox da mahiyyət daşımır. Diplomun səviyyəsi nədir? Adidirsə adi, fərqlənmədirsə fərqlənmə. Təhsil haqqında sənədin nömrəsi bu diplomda yazılır. Açırsınız diplomu, orada yazılıb ki, təhsil aldığınız sənədin nömrəsi. Tapa bilməsəz, yenə deyirəm, tutordan və yaxud da nə bilim 146 qaynar xəttindən soruşa bilərsiniz. Müəllim, 4-cü kursdan mənim diplomum yoxdur. Bura arayış sözü yazsan kifayətdir, arayış. Yenə deyirəm, universitetə yaxınlaşıb soruşsan, sənə nəsə bir kod da verə bilərlər, amma o kodun bir önəmi olmur. Mənim məsləhətim elə arayış sözünü yazmaqdır. İllərdir yazılır, bir problem olmur. Nəyi dəqiqləşdirmək istəsəz, universitetinizə yaxınlaşın, əgər 4-cü kursussa və yaxud da 146 qaynar xəttinə, amma arayış yaz deyəcəklərsə bir fərqli bir şey olmayacaq, narahat olmayın. 4-cü kursussa, diplomunuz varsa diplomun seriya nömrəsi. Növbəti düyməsini sıxırsınız. Deməli, seçdiyiniz fənnin ixtisas uyğun gəlmir. Deməli, seçdiyimiz fəndə seçmişik. Tamam, bayaq orada nə seçmişdik, yadımdan çıxdı. Nəsə seçmişdik, informatika seçmişdik deyəsən. Oradakından düz olmadı. Mən indi bunu elə belə doldururam da. Yaxşı, informatika müəllimini seçək. Xəttri qalmasın saytın bizdə. Tamam, bizim informatika müəllimimiz. Seçdik. Bayaq orada informatika seçmişəm. Burada coğrafiya, sayt təkərə düşdü. Davam eləyək, növbətini vurduq. Burada nədir? Həvəsləndirmə varmı? Yəni siz hansısa bir məktəbdə işləyirsinizsə, ucqar rayonlarda və s. orada sizə həvəsləndirmə H1, H2 verilir. Bunu işləyənlər başa düşür və işləyənlər üçündür. İşləmirsinizsə probleminiz yoxdur. Əgər bölgələrdə işləmirsinizsə, sizə H1, H2 verilibsə, qeyd edirsiniz. 3 ildən 5 ilə qədər almışam, işləmişəm və yaxud da 5 ildən çox işləmişəm və yaxud da həvəsləndirmə tədbirində tətbiq edildiyi müəssisədə çalışmıram. Bunu qeyd edə bilərsiniz. İşlədiyiniz müəssisənin tabe olduğu yer, işləyirsinizsə açıb seçirsiniz hara tabedir. Bunu işlədiyiniz məktəbdən soruşa bilərsiniz. İşləmirsinizsə seçin düyməsi boş qalsın. Yəni seçin saxlayın belə. İşlədiyiniz məktəb varsa adını seçirsiniz, yoxdursa seçin yazısı qalsın. Əgər gözünüzdə 50-lik varsa, birinci dərəcədə bunu açırsınız, bəli yazırsınız və sonra həmin o sənədi PDF-ə çevirirsiniz, bir faylə çevirirsiniz.
megabayt, 2 megabaytdan çox olmasın. Bunu adi kompüterdən başa çıxan biri varsa bildirsəz kömək eləyəcək sizə. Çətin bir şey deyil. Bu dəqiqə proqramlar da doludur. Şəkli çəkirsiniz və PDF-ə çevirirsiniz. O PDF-i də burada yüklüyürsünüz. Təsdiq edici sənəd hissəsində yükləmiş olursunuz. Gəlirsiniz, pedaqoji staj varsa açırsınız, seçirsiniz. Müəllim, mən 1 il müqavilə ilə işləmişəm, 2 il falan işləmişəm. Normalda onlar qeyd olunmalıdır. Universitetin 4 il staj kimi qeyd olunmur, ona ehtiyac yoxdur. Əgər hansısa bir tərəddüdlü sualınız varsa 146-dan yığın, soruşun. Yenə də müqavilədə 5 ay işləmişəm, 3 ay işləmişəm, nə yazım? Belə suallara mən dəqiq cavab verə bilmərəm. Onu oradan soruşun. Elmi dərəcəniz varsa var, yoxdursa yox yazırsınız. Burada da ilin seçirsiniz. Təltifiniz varsa seçirsiniz. Yoxdursa boş saxlayırsınız. Təltifi bura əlavə edirsiniz. Orada qeyd olunur nələr varsa. Sonra dərsli müəllifsinizsə yazırsınız. Müəllifin dərsliyi qeyd edirsiniz. Dərsliyin adını qeyd edirsiniz. Dərsli vəsait müəllifinizsə seçirsiniz bunu, adın və seçimin. Gəldiyi əsas məsələyə, əgər şəhid ailəsi üzvüsünüzsə, mütləq, yəni şəhid ailə üzvləri bunu aktivləşdirsin. Çünki onlar imtahanda ilk seçimi onlar eləyəcəklər. Bunu doldurmamısınızsa sizə ilk seçim haqqı gəlməyəcək. Şəhid ailə üzvüyəmsə bunu aktivləşdirirəm, sənədi yükləyirəm. Sənəd nədir? O haqda məlumat verilib. Şəhid ailə üzvü kimlər sayılır? Bu haqda məlumat verilib. İndi əgər sənədiniz varsa, təbii ki, artıq o sənədi orada yükləyə bilərsiniz. Amma yəni şəhid ailə üzvü olduğunuz dəqiq olsun da, çünki o sənədi bura qeyd eləməlisiniz. Sənədi necə qeyd eləyəcəyik? Şəkillərini çəkəcəyik. İstəsəz Word formatında, bunlar Word formatıdır. İstəsəz PDF formasında, istəsəz şəkil formasında ora əlavə eləyə bilərsiniz. Bu çətin iş deyil, yenə deyirəm. Əgər özünüzün anlayışı yoxdursa, bir kompüter düzəldən yerə yaxınlaşın, deyin ki, mənə bu sənədləri PDF eləmək lazımdır, amma ölçüsü 5 megabaytı keçməsin. Desəz kömək eləyəcək və həmin sənəd hazırdır. Sənədi yüklə düyməsinə vurub yükləyə biləcəksiniz. Bütün bunları eləyəndən sonra burada nümunə sənəd də var, tanış ola bilərsiniz. Növbəti düyməsini sıxırsınız və sizin pedaqoji stajımız yoxdur, seçməmişəm. Nəyi boş saxlamışsınızsa və yaxud da nəyi doldurmalıydısa, doldurmamışsınızsa sizə məlumat verir ki, bax görürsünüz mən bunları boş saxlamışam, yoxdur yazmalıydım əslində. Yəni o yoxdur sözün seçməmişəm deyə təzədən məni geri göndərir ki, get onları doldur. Birdən gözümdən qaçmış olar. Müəllifi deyiləm, yoxdur, müəllifi deyiləm, seçirəm. Yəni birdən onlarda kimsə oxumamış olar, məcbur oxudur sizə. Və bunları doldurandan sonra növbəti düyməsini sıxırıq. Deməli, burada seçmədiyimiz bir şey varmı? Hazırda müddətsiz müqavilə, işlədiyiniz yer, bir baxaq. Birdən gözümüzdən qaçan nəsə olar. Hamısını doldurmuşuq. Əgər yenidən sizi geriyə atırsa, deməli nəsə gözünüzdən qaçır. Bir daha basa, növbətini vurduq. Görək burada nəyi görmürük. Deməli, baxın, biz də bayaq nəyisə gözümüzdən qaçırmışdıq və yaxud da saytda yüklənmə olanda növbəti düyməsi basılmırdı. Mən özümü itirmədim, videonu saxladım, təzədən girdim sayta, saytı yenilədim və həmin o son qaldığım mərhələdə, yəni ərizəni tamamla düyməsi vardı. Onu bastım, yəni davam elədim də. Ola bilər ki, saytda yüklənmə olur, nəsə problem olur, təsdiqlənmir. Və yaxud da növbəti düyməyə keçmir də, səhifə donub qalır. Onda çıxın, yəni səhifəni bağlayın, təzədən açın saytı və o ardıcıllıqda harda qalmışsa o yerdən davam eləyə bilərsiniz. Uzun sözün qısası, bunların hamısını eləyəndən sonra sizə bir daha bu məlumatlar haqqında verir. Bu məlumatları bir-bir oxuyursunuz hamısını. Hamısı doğrudursa təsdiqləyin və bitirin. Bu düyməni sıxırsınız. Doğru deyilsə geri düyməsini vurub gedib onu düzəldirsiniz. Məsələn, baxıram ki, nəyisə səhv yazmışam tutaq ki, gedirəm onun adını düzəltməyə. Yəni düzəldilməli bir şey varsa geriyə gedirsiniz, yoxdursa təsdiqləyin və bitirin düyməsini sıxıb davam etmiş olursunuz. Belə, çox çətin bir şey deyil. Bunu telefondan da eləyə bilərsiniz, kompüterlə də eləyə bilərsiniz. Sima proqramla qeydiyyatdan keçmək daha rahatdır deyə digərlərinə nisbətən bunu tövsiyə edirəm. Amma sizin üçün başqası rahatdırsa və etmisinizsə, heç bir problem yoxdur. Həyəcanlanmayın, qorxmayın. İnşallah imtahanda ürəyinizcə olacaq. Face Akademi olaraq biz də əlimizdən gələ qədər ödənişsiz formada bütün ixtisaslardan sizlər üçün imtahana qədər bütün məlumatları, testləri, sualları, canlı dərsləri paylaşmış olacağıq. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq da siz bizim ödənişsiz dərslərimizdən yararlana bilərsiniz. Sağ olun, görüşərik.